Tanınmış jurnalist Ləman Ələşrəf qızı kiber dələduzluğun qurbanı olub. Bu barədə jurnalist özü məlumat paylaşıb. O bildirib ki, naməlum şəxs Ümid Partiyasının sədri İqbal Ağazadənin adından açılmış saxta Telegram hesabı vasitəsilə ondan pul istəyib. Həmin şəxs İqbal Ağazadənin adı ilə Ləman xanım, xəstəxanadayam. Kartımda pul yoxdur, sizdə 300 manat varsa atın, 2-3 saata göndərəcəm yazdı. Mən də heç nə soruşmadan baş üstə İqbal bəy dedim. Ardınca daha 420 manat istədim. Kartımda olan 300 manatı da göndərdim. Toplam 600 manat köçürəndən sonra həmin şəxs Telegram vasitəsilə qısa zəng etdi və daha 340 manat istədi. Yalnız onda şübhələndim. Zəng etdim, qaldırmadı. İqbal bəyin öz nömrəsinə yığanda məlum oldu ki, onun hesabı oğurlanıb və bu barədə Facebookda məlumat paylaşıb.